Salam, hər vaxtınız xeyir uşaqlar. Biz sizlə bugün qəbul imtahanında istifadə olunmuş tarix suallarının izahına baxacağıq. 31-ci suala baxırıq. Deyir, Şimali Azərbaycanın 19-cu əsrin 50-ci və 70-ci illər tarixinə aid oxşar cəhətlər Qafqaz Canişinliyinin tərkibində olması. Qafqaz Canişinliyinin tərkibində olmasını götürəcəyik. Çünki Qafqaz Canişinliyi 1844-də yaradılmış, 1883-cü ilə qədər mövcudluğu var idi və burada bu aid olacaq. Yeni quberniyaların yaradılması, quberniyalar məsəl üçün 40-cı illərdə var idi. 50-ci ildə də məsələn 1859-da var idi. 68-də Yezavetpol quberniyası var idi, amma 70-ci illərdə Şimali Azərbaycanda yeni quberniya yaradılmamışdı. Hərbi vergi 1887-ci ildədir, ona görə 50-70-ci illərə götürülməyəcək. Neft emal edən zavodların inşası isə bu 1859-da da var idi Suraxanda. Məsələn 70-ci illərdə Qaraşəhərdə neft ayırma zavodlarının inşası var idi, 70-ci illərdə də neft emal edən zavodlar. Yəni 1-4 bizim doğru cavabımız olacaq. İkinci suala baxırıq. Yəni 32-ci suala. Xəritədə göstərilmiş komendant idarə üsulu dövrünə aid əyalətlərin ümumi cəhətlərinin düzgün verildiyi bəndi müəyyən edin. Bilirik ki, əyalətlər o zaman yaradıldılar ki, onlar xanlıq idarə üsulu ləğv edilmişdi və burada da komendant idarə üsulu yaradılmışdı. Komendant idarə üsulu da 1840-cı ilə qədər davam etmişdi. Birinci ərazi Lənkəran əyalətidir, ikinci ərazi Qarabağ əyalətidir, mərkəzi Şuşa olmaqla, üçüncü Şəkidir, dördüncü isə Şamaxıdır. İndi baxırıq 1-3, yəni bizdən deyir ki, Şəki ilə daha doğrusu Lənkəranın oxşar cəhətini istəyir. Ərazisində Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı üsyan. Bilir ki, Lənkəran üsyanı var idi 1831-də, Şəki üsyanı da 1838-də var idi. Bunu götürək. 1-2, yəni Lənkəranla Qarabağda deyir 19-cu əsrin 20-ci illərində təşkil edilmişdir. Bilir ki, Lənkəran xanlığının daxili muxtariyyəti 1826-da, Qarabağda isə 1822-də ləğv olunub, onlar əyalətə çevrilmişdir. Yəni bu da doğru bənddir. 3-4 deyir Kürəkçay müqaviləsi imzalamışdır. Bizə əyalətləri istədiyi üçün, komendant idarəsini istədiyi üçün Kürəkçayı buna götürməyəcəyik. Zaten 4, yəni Şamaxı Kürəkçay müqaviləsi deyil, ona oxşar müqavilə imzalamışdır. 2-4 deyir ki, müəyyən müddət Dərbənd quberniyasının tərkibində olmuşdur. Dərbənd quberniyası 1846-da yaradılan vaxtı Şamaxı da, yəni 1846-da tərkib olunmuşdur. Ona görə Şamaxı Dərbəndin tərkibində ola bilməz. Yəni belə bir şey absurddur, heç Qarabağda olmamışdı. Ona görə 2-4-ü götürməyəcəyik. Yəni cavabımız burada birinci bəndlə ikinci bənd doğru olacaq və bu da öz əksini tapıb A variantında. A variantı doğru cavabdır. 14-cü əsrin birinci yarısına aid olanları müəyyən edin, deyir bizə. Yəni 1301-1350-ci illərə qədər. Şirvanşahlar dövlətində Dərbəndlər sülaləsi hakimiyyətə gəlməsi 1382-ci il idi. Bunu götürməyək. Osmanlı dövlətinin yaranması 1302-dir. Avropada 100 illik müharibənin başa çatması, yəni 100 illik müharibə Fransa ilə İngiltərə arasında 1453-dür. Bunu da götürməyək. Fransada ilk dəfə başlatlar da 1302-dir, 2-4 götürülür, Qresiya da 1346-dır, yəni bu da götürülür, 2-3-5 doğru cavabdır A variantı. Mehranilər sülaləsinin Albaniyada hakimiyyətdə olduğu dövrdə, yəni 630-dan 705-ə qədər aiddir. Xürrəmilər hərəkatına Babəkin rəhbərliyi 816-cı ildəndir, yəni bu aid olmayacaq. Maneçilik təliminin yaranması 3-cü əsrdəndir, bu da aid olmayacaq. Amid döyüşünün baş verməsi 359 da aid olmayacaq. Ərəblərə qarşı Azərbaycanın cənubunda üsyan var idi, 644-45-ci ildə Xəlifə Osmanın göndərdiyi qüvvələr də bu üsyanı yatırmışdı. Bu aid olacaq. 3-cü Mömin Vaçaqan xristianlığı yaymağa, 3-cü Mömin Vaçaqan Arşakilər nümayəndəsidir. D variantı bizim doğru cavabımız olacaq. 35-ci suala baxırıq. Doğru hadisə nəticə əlaqələrini müəyyən edin. Osmanlının Konstantinopol tutması, Ağqoyunların Qaradənizə çıxışını itirməsi bu səhv yanlış cavabdır. Çünki bu Trabzon nəticəsində olar. Şirvanşah 1-ci İbrahim Qızıl Ordu xanı Toxtamışla ittifaq bağlaması, Şirvanşahların daxili müstəqilini saxlaması. Deməli, Qızıl Ordu Toxtamışla ittifaq bağlamamışdı. Əksinə ona qarşı Teymurla ittifaq bağlamışdı. Uzun Həsənin Venesiya ilə hərbi ittifaq bağlaması, Otluk belində Bayandurlular qalib gəlməsi, Otluk belində Bayandurlular qalib gəlməyibdi. Cahan Şahın Heratı tutması Teymurlar dövləti süqut etdi. Belə bir şey yanlışdır. Qaraqoyunluların Sədrut döyüşündə Teymurları məğlub etməsi, Teymurların Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoydu 1408-ci ildə. Bu doğru cavabdır. Qaraqoyunlu dövləti demir uşaqlar. Yəni biz burada çaşmayaq variantda. Qaraqoyunlular deyir, yəni götürmək olar. 1955-1967-ci illər arasındakı dövrdə böyük strateji götürə bilərik. 1958
Falkland böhranı 1982 götürməyək. Avropa İqtisadi Birliyinin yaradılması 1957-ci il götürək. Yəni 1-3 bizim doğru cavabımız olacaq C variantı. Zaten digərləri də aid deyil. Bundan sonra baş vermiş hadisələrdir. Həm Ərəb Baharı, həm Körfəz müharibəsi. Uyğunluğu müəyyən edən Azərbaycan Sasanilərin tərkibində, Ərəb xilafətinin tərkibində Xostak, Uc, Qazı. Buradan Sasanilərin tərkibində, yəni Xostak götürərik. Şərti torpaq mülkiyyət forması idi. Uc Səlcuqlara, Qazı isə ümumiyyətlə Ərəblər dövründən sonraki dövrə aid olacaq. Yəni ilk dəfə Ərəblər dövrünə aid olacaq. Sasanilərdə yox idi. 1-ə A olan varianta baxırıq. Yeganə variant C variantıdır. 2-yə AB uyğun gəlirmi? Bəli, cizyə can vergisi, amil isə vergi toplayan məmur idi. Satrapı isə götürmərik. O Sasanilərə aiddir. 1-ə A, 2-ə AB, C variantı. Makedoniyalı İskəndərin hakimiyyət dövrü üçün xarakterik deyil. Yunan şəhər dövlətlərinin azadlığına son qoyulması Spartadan başqa bu Xeroneya döyüşündə idi və onun hakimiyyətinə düşmürdü. İskəndərin sərkərdəliyinə düşürdü. Bunu dəfələrlə demişik. Bir doğru cavabdır. Makedoniya dövlətinin imperiya çevrilməsi aid idi, Əhəmən dövlətinin süquta uğralması aid idi. Amma biz demişdik ki, həm də Makedoniyalı İskəndər Atropatena dövlətini görməyib. Çünki Atropatena dövləti onun ölümündən sonra yaranıb, həm də Albaniya. Ona görə 4-ü də götürə bilmərik. Bir də bütün Hindistanı işğal etməyib. 1, 4, 5 D variantı doğru cavab olacaq. 10-cu əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri idi, paytaxtı Gəncə şəhəri idi. Yəni məndə təəssürat yarandı ki, bu artıq Şəddadilər dövlətidir. Azərbaycanın qərb torpaqlarının xristian dövlətlərinin hücumundan müdafiə olunmasında mühüm rol oynayırdı. Şəddadilərdən fərqli olaraq Salarilər istəyir bizdən. 11-ci əsrdə süquta uğradılmışdır. Şəddadilər dövləti, Salarilər deyil. Gürcülərə qarşı mübarizə aparılmışdır. Gürcülərə qarşı mübarizəni hər ikisinə götürərik. Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmişdi. Bəli, Salarilər Azərbaycanın cənubunda yaranmışdı. Bəli, Salarilər 3-4 D variantı doğru cavabımız olacaq. Sonra baxırıq 40-cı suala. Kartli Kaxetiya Çarı 2-ci Irakli və Qarabağ xanı İbrahim Xəlil xanın Gəncə xanlığına hücumunun nəticəsində nə olmuşdu uşaqlar? Əlbəttə ki, Gəncə xanlığında 1780-ci ildə 2 hakimiyyətlik yaranmışdı. Cavab Y variantı olacaq. 41-ci suala baxdıqda çoxlu məsələ görüb qorxmayaq. Burada Albaniya, Avropa, Hun, 1-ci Göytürk, Uyğur, Ərəb dövlətini veribdir. CD, yəni bizdə Göytürklə Uyğurun ümumi cəhətini istəyir. Çin üzərinə yürüş vardımı? Var idi. Hər ikisində var idi. Çin üzərinə uğurlu yürüş. Məsələn, 1-ci Göytürkdə Muğanın yürüşü, Uyğurda Moyonçurun yürüşü. İkinci sualda ABC'də deyir ki, Bizansla diplomatik münasibətlər qurmaları. Biz dəfələrlə bunların oxşarlığını vermişik. Avropa, Hun, 1-ci Göytürk, Ərəb dövlət, daha doğrusu 1-ci Göytürk, bir də Albaniya dövləti. Yəni bunlar diplomatik əlaqələr qurublar Bizansla. Hətta Albaniyada demişdik, Cavanşirin dövründə, Avropa, Hunda demişdik ki, Attilanın dövründə 1-ci Göytürk sisteminin qurduğu münasibətləri demək olar. Yəni bizim cavabımız burada 1 və 2 doğru cavabdır. Digərləri onsuz da uyğun gəlmir. Məncə vaxt itirməyə də ehtiyac yoxdur. 42-ci sualda deyir 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycan mədəniyyət tarixinə aid ümumi cəhət. Milli teatr şimalda 19-cu əsrdə yaranmışdı. 1873-cü ildə Azərbaycan türkçəsində qəzet və jurnalların çapı var idi 20-ci əsrin əvvəllərində. Həm şimalda, həm də cənubda üsul-i cədidi götürmək olmaz. Bu 19-cu əsr olardı. İlk Rus-Azərbaycan məktəbi şimalda 1887-dir. Cənubi Azərbaycanda niyə Rus-Azərbaycan məktəbi olsun? İlk ibtidai məktəblər də 19-cu əsrə aid olacaq. Yəni burada cavabımız olacaq B variantı. Uyğunluq gözlənmişdir 43-cü sualda deyir. Uyğunluq burada gözlənmişdir. Frank İmperatoru Böyük Karlın qələbəsi ilə bitmişdir. Fatih döyüşü. Frank İmperatoru Böyük Karlın qələbəsi ilə bitməyib. Fatih döyüşü Karl Marteldə idi. Frank dövlətində iki qanlar topçu Böyük Karlda deyil. Əlbəttə ki, Ludwigdə idi. Frank kralı Ludwig son döyüşündə Frank kralı deyildi. Ludwig İtaliyanın tamamilə Frank dövlətinə Karl Martel tabe etməmişdi. Kordova dövləti ilə müharibə aparmışdır Frank hökmdarı Böyük Karl. Doğrudur. Biz demişdik ki, Böyük Karl hakimiyyəti dövründə İspaniyada bir vilayət ələ keçirib, orada da deməli xristianlığı yaymışdı. Bu zaman Kordova dövləti var idi, əlbəttə ki. Çünki Kordova dövləti 8-ci əsrin ortalarında əlbəttə ki, Abbasilərə tabe olmamış 750-ci ildə, əvvəlki kitablarda 756 dəqiq yarandığı ili deyirdilər və bu Y variantı doğru olacaq.
Birinci Qarabağ müharibəsi ilə ikinci Qarabağ müharibəsinin oxşar cəhətini istəyir. Ərazi bütövlüyünün təmin olunması birinci Qarabağda ola bilməz. Əlbəttə ki, Rusiyanın vasitəsilə hərbi əməliyyatlar dayandırıldı. Bəli, həm birinci Qarabağda, həm ikinci Qarabağda. Azərbaycan yerli istehsalı PUA-lar birinci Qarabağda yox idi. Füzuli və Cəbrayıl rayonları ərazisində hərbi əməliyyatlar hər ikisində var idi. Yəni cavabımız burada olacaq 2 və 4. Bu suallar topluda da çoxdur belə bu tipli suallar. 45-ci sualda Qazan və Həştərxan xanlıqlarının tarixinə aid oxşarlıq. Böyük Monqol dövlətinin qoşunlarının hücumlarına məruz qaldılar. Yəni görməyiblər heç Böyük Monqol dövlətini. Teymurlar dövlətindən asılı hala düşdülər. Qızıl Ordu dövlətinin parçalanması nəticəsində Qazan, Həştərxan, Krım, Noqay ordası bunlar hamısı 15-ci əsrdə Qızıl Ordunun parçalanması nəticəsində. Toplu sualdır uşaqlar. Eradan əvvəl 1-ci əsrdə Romaya qarşı Parfiya ilə müttəfiq olan dövlətin paytaxtı əlbəttə ki, Atropatena, Qazakada paytaxtdır, 2 nömrəli ərazidir. Bu da çox rahat suallardan biridir əslində. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Paytaxtın yeni şəhəri köçürən Təhmasibdir, Xudabəndə deyil. Qəzvinə köçürüb Təhmasib 1-ə A gedər. Osmanlı dövləti ilə müharibə aparılmasını hər ikisinə götürərik. Osmanlı ilə sülh müqaviləsini Təhmasibə götürərik. Amasya çünki Xudabəndə yox, Abbas müqavilə imzalamışdı. Sonra Molla Həsəndə qalib gələn Şah Məhəmməd Xudabəndə Səfəvi sülaləsinə mənsub olan hər ikisi idi. Deməli, B-yeni hər ikisinə götürərəm. B-yeni hər ikisinə götürərəm. Onda da cavab deyəsən B variantı çıxır. 1-ə də AC götürdüm, 2-yə də D variantı götürdüm. B variantı doğru cavabımız olacaq. 48-ci sualda səbəb nəticə əlaqələrinin doğru verildiyi bənd istəyir bizdən. Deyir, səbəb İpək yolunun əhəmiyyətini itirməsi, nəticə Səfəvi dövlətində iqtisadi tənəzzül baş verdi. Bəli, bu doğrudur. İqtisadi tənəzzülün səbəblərindən, yəni xarici səbəblərindən biri də A variantı idi. Sonra 49-cu sualda deyir ki, Şimali Azərbaycanın 20-ci əsrin əvvəlləri tarixinə aid doğru hadisə nəticə əlaqələrini göstərin. Dünya iqtisadi böhranın baş verməsi 1900-1903-cü illərdə bu neft sənayesində təmərküzləşməni sürətləndirirdi. Bəli, doğrudur. Ya ilk insarlaşma desək səhv olardı. Neft sənayesində ilk insarların yaranması 19-cu əsr sonu neftli torpaqların Hərat yolda satışı 1872. Bu aid olmayacaq uşaqlar, heç əlaqə yoxdur burada. 1903-cü ildə əsasnamə qəbul olunması dövlət kəndləri arasında təbəələşmə gücləndi. Bəli, doğrudur. Hətta bu təbəələşməni gücləndirən əsas məsələlərdən biri də qolçomaqların torpaqları ələ keçirməsi idi. Vaxtaşırı bölünmə prinsipindən imtina olunması nəticəsində 1912-13-cü illərdə aqrar qanunların qəbul edilməsi dövlət kəndləri feodal asılından azad edildi. Dövlət kəndləri feodal asılında niyə olsunlar ki, dövlət kəndləri dövlətə tabe edilər, feodal asılından azad edilə bilməzlər. Sahibkar kəndləri də olsa 1870 olacaq. Yəni cavabımız burada uşaqlar olacaq 1 və 3 C variantı. Fransada 3-cü Respublikanın mövcudluğu dövründə Almaniyada Fransada 3-cü Respublika mövcud olubdur 1870 Sedan döyüşündən sonra monarxiya devrilir burada, 2-ci imperiya devrilir və 3-cü Respublika yaranır. Almaniyada nə baş verə bilərdi? Müqəddəs Roma imperiyasına rəsmən son qoyulması 1806-cı il idi. Bu 1-ci imperiya dövrünə düşər Fransada. Konrad Adenauer ilk dəfə kansler təyin edilməsi də bu 1949-cu ildə idi. Bu da Fransada düşəcək 4-cü Respublika dövrünə. Sadova döyüşü 1866-cı ildədir. Bu Fransada düşəcək 2-ci imperiya dövrünə. Şimali Alman İttifaqı da 66-da, bu da düşəcək 2-ci imperiya dövrünə. Almaniyada monarxiyanın devrilməsi 1918-ci ildə idi. Bəli, bu Fransada 3-cü Respublika dövrünə düşürdü. B variantı doğru cavab olacaq. 51-ci sualda deyir Azərbaycan Respublikasına aid olan məsələlər. Azərbaycan Respublikasını götürəcəyik 1991-dən sonra Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Sovet Sosialist sözünün götürülməsi 1990 noyabrında idi. Bu Azərbaycan Respublikasına yox, ondan əvvəlki dövrə. Hələ orada Azərbaycan Respublikası yox, Azərbaycan SSR idi. Çünki bunu belə məntiqlə də yaza bilərdiniz ki, deməli, Azərbaycan SSR-dən Sovet Sosialist sözü götürülübdür 1991-də, Naxçıvanda 90-da. Deməli, Naxçıvanda daha əvvəl olduğu üçün bu Azərbaycan Respublikasına düşə bilməz. Bir olan variantları çıxırıq. 21-ci yüzilliyin 2-ci 10 illiyi bütün çadır şəhərciklərinin ləğvi 2007-ci il idi, ilk 10 illiyə düşür. Qarabağ Dirçəliş Fondunun yaradılması bu 2021-ci il idi. Bu düşmür. Şuşa şəhərində 5-ci qurultayın keçirilməsi isə 20-ci illərə düşəcəkdir. Yəni biz 2-4 doğru cavab götürəcəyik. 2-4-ü doğru cavab götürəcəyik. 52-ci
sualda deyir ki, yeni sülalə və dövlətin əsasını qoydu. 1160-cı ildən etibarən Böyük Atabəy adlandırıldı. Bu əlbəttə ki, Atabəy Şəmsəddin Eldənizdir. 1186-cı ildə hakimiyyətə gəldi. Çox düşən mövzuların içərisində var idi bu mövzular. Həmədan döyüşündə qələbə qazandı. Tabeytin çıxan vilayətləri mərkəzi hakimiyyətə tabe etdi. Keçən dəfə də qəbulda istifadə olunmuşdu Eldənizlər mövzusuna. Bunların ümumi cəhəti istəyir. Qızıl Arslandan yəni birinci də Eldəniz, ikinci də Qızıl Arslan. Ümumi cəhətləri nədir? Şirvanşahların tabe edilməsi. Bəli, Eldəniz tabe etmişdi. Qızıl Arslan'da birinci Axistan dövründə yenə hücum etmişdi, yenə tabe etmişdi. Biri götürəcəyik. Sultan titulunu daşıyan bilirik ki, Qızıl Arslan idi, Eldəniz deyildi, nə də Cahan Pəhləvan deyildi. Dəbil əmirliyin dövlətə birləşdirilməsi. Dəbilin dövlətə birləşdirilməsi, Dəbil ərazisinin dövlətə birləşdirilməsi Eldənizdə var idi. Amma bunu Qızıl Arslana götürməyəcəyik. Monqol qoşunlarına qarşı mübarizə aparılması, Monqol qoşunlarına qarşı mübarizəni də götürməyəcəyik heç birinə. Çünki 1206-cı ildə yaranıb Monqol dövləti, sonra hücumların nəticəsində bu Özbəyin dövrünə düşəcək. Yəni burada cavabı yalnız bir olaraq götürdük, A variantı. Zaten bir götürəndə iki variant qalır, A və D variantları. 2 sultan titulunu götürməsini əgər Eldənizə götürməsəydi, cavab qalırdı A variantı, doğru cavabımız çıxırdı. 53-cü suala baxırıq. Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin xronoloji ardıcıllığını göstərim. 1 Konstantinopol, 2 Misir, 3 Əlcəzair ərazisi olacaq. Çox güman ki. Və burada 1 nömrəli ərazi Konstantinopol 1453-cü ildə, 2 nömrəli ərazi 1517-ci ildə Misir, 3 nömrəli ərazi 1518-ci ildə Əlcəzair ələ keçirib 1, 2, 3 doğru cavab olacaq xronoloji ardıcıllıqla. Belə də tapa bilərdiniz. Əlbəttə ki, Şimali Afrikada ərazilərin ələ keçirilməsi Səlimlə Süleymanda var. Fikirləşə bilərdiniz ki, yəqin ki, birinci 2 nömrəli ərazi, sonra 3 nömrəli ərazi ələ keçirirlər. O məntiqlə də tapa bilərdiniz. Heç illərini bilməsəydiniz də məncə bu sualı məntiqdən tapmaq olardı. Azərbaycanda erkən Tunc dövrünə aid xarakter xüsusiyyətlər, dulusu və toxçuluq kimi sənət sahələrinin yaranması. Bu yaranması deyirsə neolitdir. Dini ayinlərin icrası üçün ibadətgahların tikilməsi, ibadətgahlar erkən Tunc götürmək olar. Əhalinin dağlıq dağətəyi zonalarında məskunlaşması, yaylaq maldarlığının meydana gəlməsi, yəni erkən Tunc. Metaldan əmək alətləri, biz həmişə demişik bu neolitdir. Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilməsi də erkən Tuncdur. 2, 3, 5 doğru olacaq. Qoşqu heyvanlarından istifadə meydana gəlməsi də erkən Tuncdur. Osmanlı İmperiyasında durğunluq geriləmənin daxili səbəbini istəyir. Mərkəzi hakimiyyətin nüfuzdan düşməsi bu daxili səbəblərə aid idi. Daxili siyasi səbəbidir. Beynəlxalq ticarət yollarının dəyişməsi xarici səbəblərə aid idi. Xarici iqtisadi, içini çıxıram ona görə. Hərbi len sisteminin tamamilə ləğvi bu 2-ci Mahmuda aid idi. Yəni bu durğunluq dövrünə heç düşmür. 2-ci Mahmud dövrü də dağılma dövrüdür ümumiyyətlə. Yəni hərbi len sisteminin ləğvi olmayacaq. Bunu götürməyəcəyik. Böhran desəydi, burada böhran bəli olardı. Ordu quruculuğunda nöqsanlar elə bura gələn məsələlərdən biridir. Bu uyğun gələn məsələlərdən biri. Ordu quruculuğunda nöqsanlar var idi. 1-4 doğru cavabdır. Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərliyi dövrü. Biz həmişə deyirik ki, Heydər Əliyevdən düşəcək çox güman ki, 1969-1982-ci illərdə sosial-iqtisadi tədbirlər. Belə sual uşaqlar topluda da var. Son günlər əgər toplunu işləmiş olsaydınız bunları yazardınız. Biz uşaqlara işlətdik, uşaqlar bu sualı yazıblar. Bakı metrosunun ilk 6 stansiyası 1967, Bakı Məişət Kondisionerləri Zavodu 1975, Kolxozlara pasport 1959, Ağdam Xankəndi 1979-cu ildə. Heç uşaqlar burada çox da çaşdırmayıb da. Yəni 1 ilə 3 onsuz da Heydər Əliyevə aid deyil, 2 ilə 4 aiddir. Topluda hətta bəzən elə suallar olur ki, hamısı Heydər Əliyev dövrünə aid idi, sadəcə sosial-iqtisadiyə aid olmurdu. Burada heç o dərinliyə getməyib, 2-4 doğru cavabdır. Tiflis, Gəncə, Bakı dövrü. AXC suallarını yazmaq üçün biz deyirdik ki, həmişə xronologiyadan istifadə etmək lazımdır. Azərbaycan dövlət dilinin, türk dilinin dövlət dili elan olması 27 iyun Gəncə dövrünə düşür. Gəncə dövründə uşaqlar, biz götürəcəyik Gəncə dövrünü 16 iyundan 17 sentyabra qədər, Tiflis dövrünü 28 maydan 16 iyuna qədər, Bakı dövrünü 17 sentyabrdan sonraya qədər. Azərbaycan, yəni türk dili 27 iyun olduğu üçün Gəncəyə aid olur. Parlamentin yaradılması haqqında qanun
verilməsi 20 noyabr tarixində Milli Şuranın qanunu idi, bu Bakı dövrünə aid olur. AXC-nin dövlət müstəqilliğini tanıması 4 iyun Batum sülhü Tiflis dövrünə aid olur. Kəndlərə pulsuz torpaq payının verilməsi, bilirik ki, aqrar islahat AXC-də həyata keçirilmədi. Bunu 1000 dəfə demişik. Elə də deyirəm ki, güya ki, sizə də demişəm, sizə deməmişəm. Amma yəni əgər qruplarımızda olmuşsa, bəli, demişik. Konstitusiyanın qəbul olunması isə AXC-də yox idi. Y variantı yox idi. Deməli, D ilə yeni heç birinə götürməyəcəyik. 1-ə götürdük C, 2-yə götürdük A, 3-ə də götürdük B. Gəldik mənbə sualına. İngilis parlamenti Boston çay qonaqlığı adlanan hadisədən sonra Boston limanının ticari fəaliyyətini dayandırdı. Dözülməz qanunlar adlanan sənəd İngiltərə parlamentində qəbul edildikdən sonra 1773-cü ilin sentyabrında 13 koloniyadan 12-si 1-ci kontinental konqresdə toplandı və təcili şəkildə müharibəyə başlamağın zəruriliyi vurğulandı. 2 il sonra başlayan müharibənin əvvəlindəki döyüşlər koloniyalarda ruh yüksəkliyi yaratdı. Saratogada baş verənlər isə İngilis ordusu üçün əsl faciə idi. 1777-ci ildə əlbəttə ki. Müharibənin gedişində müstəqilliyini elan etmiş dövlət, yəni ABŞ-dan söhbət gedir 1776-cı ildə, Qərbi Avropanın aparıcı dövlətlərin köməyi ilə ingilisləri müharibədə məğlub etdi. İstiqlaliyyət müharibəsinə söhbət gedir. Uşaqlar 1775-1783-cü illər mənbədə bəhs olunan müharibədə ingilislərə qarşı mübarizə aparan Qərbi Avropa dövlətlərindən ikisinin adını qeyd edin. Edək, Fransa, sonra Hollandiya, İspaniya, yəni üçünü dedik. İkisini də seçib yaza bilərdiniz. Bəhs edilən müharibədə İngiltərə məğlub olmasının mənbədə göstərilməyən iki səbəbini qeyd edin. Məncə ən çaşdırıcı məsələlərdən uşaqlar üçün biri budur. Çünki uşaqlar bəzən ABŞ-ın qalib gəlməsinin səbəblərini yazırlar. İngiltərə nə üçün məğlub oldu onu yazmırlar. Məncə bu meyarlarda qeydə alınacaq, nəzərə alınacaq. İngiltərə üçün müharibənin uzaqda aparılması bir məsələ buydu. Müharibə İngiltərə ərazilərindən daha kənarda, uzaqda aparılırdı. Bir də bu müharibə xərcləri əhalinin narazılığına səbəb olmuşdu. Digər bir məsələ bunu yazmaq olar. Məsələn, belə bir iki səbəb qeyd etmək olar. 60-cı sualda haqqında bəhs olunan müharibənin gedişində müstəqilliyini elan etmiş dövlətin qalib gəlməsinin iki nəticəsini qeyd edin. Yəni, deyir ki, müstəqilliyini müharibənin gedişində elan etmiş dövlət hansı idi? ABŞ. ABŞ-ın qalib gəlməsinin iki nəticəsi. Məncə, Versalın şərtlərini bura yazsaq yetərlidir. Deməli, ABŞ müstəqilliyini İngiltərə tanıyır, İngiltərə ABŞ müstəqilliyini tanıyır və Allegan dağlarına Mississippi çayına qədər ərazilər ABŞ ərazisi kimi təsdiqlənir. Və Kanada İngiltərə müstəmləkəsi olaraq qalır. Bu da 60-cı sualın cavabı. Hər birinizə uğurlar arzulayıram uşaqlar. Ümidvaram ki, faydalı oldu və yəni mən çox çətin hesab eləmirəm, amma məncə birinci imtahana nisbətən biraz daha azca çətinlik səviyyəsi artırılmışdı deyə düşünürəm. Yəni azca vaxt aparacaq suallar var idi, amma çox da çətin hesab etmək də məncə olmaz. Çünki toplu suallarından bir neçəsini gördünüz ki, dedim ki, yəni bunları toplu suallarından bilmək olar. Və yaxud ən azından hazırlıqda müəllimə diqqətlə qulaq asmışdınızsa, bunu yaza bilərdiniz. Sağ olun uşaqlar, hər birinizə uğurlar arzulayıram.